Hər kəsə Salamlar. 22-ci buraxılışımız yenidən efirdədir. bu həftədə sizə ən çox izlənən keyfiyyətli musiqiləri təqdim etməyə gəlmişik. Bu həftə hit paradımızı His və Ayaz Babayeva çıxarılan edir. Onların ifa etdiyi Deyilənlər mahnısı bu həftə 5 pillə geriləyib və 173.511 baxış ilə 10-cudur. Kaçsa da her şeyden bir ara, dünya bir verir ama minalar. Eğer olsan güçlü, bak onda gizli de görünmez ki yaralar. Sadece sabreyle bitsin, içinde her biri içsin. Seni yorursa etraftakiler, o zaman her şeyi reddele gitsin. Benim için değilenlerden yok mu biraz daha yandıran içimi? Benim için değilenler var itürsüne bir yolumuzu keçerik. Benim için değiller her tane. 9-cu pillədə Hisə məxsusdur. Onun yeni Heç nə mahnısı bu həftə hit paradımıza daxil olub. Həftəlik izlənmə sayı isə 184.133-dür. Bize bizden başka ne lazım, hiç ne. Aldatma, kırmızı xəttim keçmə. Seçtim seni, başkası değil hiç vecime. Senden sonra var oldum, öncesi hiç ne. Bize bizden başka ne lazım, hiç ne. Aldatma, kırmızı xəttim keçmə. Qaraqan keçən həftə 10-cu pilləyə daxil olduğu Gəl və Bax mahnısı ilə bu həftə 2 pillə irəliləyib. 186.372 baxış toplayaraq Qaraqan bu həftə 8-cidir. Gel ve bak, gece nece yaraşır sana. Hilal ala gözlerine, karalarda arzular dönür mənə. Səhnə fəaliyyətinin 25 illiyini qeyd edən Röya keçən həftə yeni mahnısını təqdim etdi. Mahnı Günahkar kimdir adlanır. İlk həftə üçün 229.619 baxış toplayıb və 7-ci pilləyə daxil olub. Nedir sebebindi? Dedim mənə bitti. Bu həsrətin ey yar, günahkar kimdi? Gözüm səni gəzdi, kaş ki görməzdi. Başkasıyla görmek gururumu əzdi. Nedir sebebindi? Dedim mənə bitti. Aygün Kazımova yenə irəliləyib. Özü də SOS ilə. Bu həftə onun izlənmə sayısı 265.542-dir və hit paradımızda 6-cıdır. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'te bir yandan, SOS. Kazımcan bu həftə 5-ci yerə irəliyib. Danış mənimlə mahnısı çox aktualdır və sevilir. Bu həftə 295.923 baxış toplayıb. Gözlerine baktım, ne kadar sarhoş olup baktım. Bana yazılıp baktım, senin için darıxdım. Yine de danış benimle, yine kelime kelime kayna karış. Danış benimle, eybi yok herden küs barış benimle. Ama kalbimi dinle, ne varsa bağlı senle. Hamısı tanış benimle, danış benimle. Şekillerde dolup kalıp hemin bakış benimle. Aygün Kazımova keçən həftə olduğu yerdədir. Can ol mahnısı bu həftədə 4-cüdür. Onun həftəlik izlənmə sayı isə 339.849-dur. Bir defa güldün yayıldı kanıma, dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma, halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı kanıma, dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma. Namiq Qasımov bu həftə bir pillə gerilib və 3-cü pilləyə sahib olub. Əlbəttə ki, Bəsimsən mahnısı ilə. Onun həftəlik izlənmə sayı 493.525-dir. Danışım senin məhəbbətindən,
Sevgiyə, hisslərə diqqətindən məni hər anı bəladan, dərddən qoruyan güclü məhəbbətindən. Mənə daha qalan ömürdə bəsimsən, bəsimsən. Mənə ən doğma kəsimsən, təkcəsən, bəsimsən. Sənə oxunan mahnılarımda sözümsən, səsimsən. Miri Yusufxani bəs mahnısı ilə keçən həftə 3-cü pilləyə daxil olmuşdu və bu həftə bir pillə irəliləyərək ikincidir. İkinci həftəsi üçün nə az nə çox 508.220 baxış toplayır. Gedən axtarılmaz ki, artıq olmaz ki, geriyə biz necə dönək? İndi de hanı bəs, keçdiyimiz köçələr səni sorur hanı bəs? Ürəyim, ürəyim dediyin adam hanı bəs? Əlləri əllərimdə deyil axı hanı bəs? De hanı bəs? Bir ildən çoxdur ki, bu mahnı yayımlanıb, amma hələ də aktualdır. Hələ də birincidir. Artıq 22 həftədir ki, bu pilləni heç kimlə bölüşməyən Roza Zərgərli və İstədim mahnısı. Bu həftəlik baxış sayı isə 739.855-dir. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim, sevilən olum yolunu gözlədim. Bununla da 22-ci buraxılışımızı tamamladıq. Növbəti həftə görüşənədək. Hələlik!